Salam əziz şagirdlər, bugünkü mövzumuz sizinlə məhlullardır. Bir maddənin digər maddə hissəcikləri arasında yayılması həll olma adlanır. Həll olan maddə və həlledicidən ibarət olan bir sistem isə məhlul adlanır. Məhlulda maddələrin müxtəlif həll olma qabiliyyəti olur. Bərk və qaz halında maddələrə həll olma qabiliyyətinə temperatur müxtəlif cür təsir edir. Məsələn, biz bərk halda olan maddənin həll olmasına nəzər yetirsək, ki, ona temperatur necə təsir edir, videodan görünür ki, dərəcəni artırır və dərəcəni artırdıqda, temperaturu artırdıqda, bərk maddə suda çox yaxşı həll olur. Suda çox yaxşı həll olur, biz onu artıq məhlulda görə bilmirik. Lakin daha sonra soyuma prosesi aparır. Soyuma prosesindən sonra görürük ki, həmin bayaq suda həll olan, məhlulda həll olan bərk maddə indi kristallaşmışdır. Bu nəyi sübut edir? Bu onu göstərir ki, bərk maddənin həll olmasına temperatur müsbət təsir edir. Yəni, temperatur artdıqda maddənin həll olması artır, azaldıqda isə azalır. Qaz halında maddənin həll olmasına temperaturun təsirinə nəzər yetirək. İki sınaq şüşəsində qaz halında qaz həll olmuş su yerləşdirir, qazlı su qoyulur. Və həmin o qazlı suya baxın, isti suya daxil edildikdə qabarcıqlar çıxır. Qaz qabarcıqları başlayır suyu tərk eləməyə. Suda həll olması azaldığına görə suyu tərk eləyir. Lakin soyuq suya yerləşdirdikdə biz artıq o qaz qabarcıqlarını görmürük. Çünki suda həll olması artır. Yəni o suda qalır, suyu tərk eləmir. Yenidən isti suya yerləşdiririk. Yenidən nəzər yetirək, yenidən qaz qabarcıqları suyu tərk etməyə başladı. Yəni, bu nə deməkdir? Temperatur qazların həll olmasına əksinə təsir edir. Yəni, temperatur artdıqca onların suda həll olması azalır. Buna görə də məhlulu tərk edir. Təşəkkür edirəm.